Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Xərçəng xəstələrinin qidalanmasında diqqət edilməli məqamlar açıqlanıb. Bu barədə tanınmış onkoloq İbrahim Əsədli bildirib. Onun sözlərinə görə, revizi sübut edib ki, qan xərçəngi də daxil olmaqla istənilən xərçənglərin 90-95% turşulu mühitdə inkişaf edir. Buna görə də bədəni qələvləşdirmək lazımdır, deyə İbrahim Əsədli qeyd edib. Onkoloq bildirib ki, bunun üçün xərçəng xəstələrinə bir sıra qidalar qadağandır. Siqaret, araq, narkotik, mal və quzu əti, sənaye şəkəri, bunların hamısının qəbulu yol verilməzdir. Ümumiyyətlə, marketdən heç nə almaq olmaz. Məhsulları bazardan, fermerlərdən, kəndlilərdən təbii şəkildə almaq lazımdır. Bal yemək olar, amma mürəbbə, şirniyyat və dondurma olmaz. Doşab, bal, kişmiş, xurma, qaysı, qurudulmuş meyvələr, çərəzlər, mövsümi meyvə və tərəvəzlər, göyərtilər, bunların hamısı olar. Sadəcə bizim millət maraqlıdır. Deyirsən, mal və quzu əti yemən cavab verir, bəs onda nə yeyək?